Salam dostlar, mən Kənan Gözəlov və bu günləri Ego Story 2 Azərbaycan seriyasının 4-cü bölümünə qaldığımız yerdən davam edirik. Dostlar, axırıncı dəfə Türkmenistanı ələ keçirmişdik. İsraillə müttəfiq olmuşduq. İran tərəfinə hücum eləyəcəm, amma bir də problem var ki, onlar dünyada 13-cü, biz 46-cı yerdəyik. Bizim ekonomimiz 96 min, onların 386, nüfuzumuz 950 min. Onlarınki isə bizdən 2 qat daha çoxdur. İndi mən gedəcəm Turanı birləşdirəcəm. Şəkilləndirilmiş Turan dövləti. Gedəcəm mən Turanı şəkilləndirəcəm. Torpaqları hamısını alacam. Bir də burada çətin olan yer Türkiyədir. Türkiyə dünyada 16-cıdır. Amma bu digər Turan dövlətləri asandır. Deyəcəydim Qafqanistanda, yox Qafqanistanı da alır. Qafqanistanda da problem yoxdur. Tamam, asandır digər türk dövlətləri. Biz bir ələ keçirdiyimiz Türkmenistan dövlətində assimilyasiyon eləyək. İndi mən 20 minlik ordumu, hələlik mən aramı yaxşı eləyim ki, və hücum yeməyim. Türkmenistanı ikinci dəfə ələ keçirdəcəm. O görə 10 min ordu bura göndərim. Qalan 10 minini də bura göndərim. Yaxşı, gəldilər bunlar bura. İndi baxım görüm hücum saç eləməyə bilirəm 37 tur sonra. Mən o vaxta kimi gedim Özbəkistana hücum eləyim onda, amma bir tur daha ordu basmalıyam. Orduları basaq biz yavaş-yavaş. Dəmiz bitdi. Hələlik. İndi indi bu əsgərlərin hamısını Azərbaycanda birləşdirəm. Daha sonradan Türkmenistanın hücuma gedəcəm. Tamam, buralara göndərək indi 6000. Bura 6000 bura. İndi mən bura hücum eləyəcəm. Özbəkistan hücum eləyəcəm ilk öncəliklə. Ona görə əyalətlərin tələb eləyəcəm ondan buraları. Hələlik mənə Türkmenistanın bölələrini versin ki, hər tərəfdən işğal eləyə bilim. Sən bütün torpaqları mənə ver. Mənə bəsdir bu qədər torpaq. Ona görə qəbul edəcəklər, eləmədilər. Şimdi bura Kale düzəldək və gözlətilmə qulesi. 674, tam sınırda 674 varsa biz bura aldıq. Bu 1. Mən niyə orada saxladım? Bura göndər. Tamam aldıq biz. Problem. Biz bura aldıq. Tamam. Buralarda fakt olun da yəni biz zəhmət yəni. Elə bir Azərbaycan gücünün qarşısında dayana bilməzsiniz, hörmətli Özbəkistan Cümhuriyyəti. Sizdən xahiş edirəm ki, daha fazla əgər yağmalanmaq, əskərinizi itirmək istəmirsinizsə, tez bir zamanda təslim olasınız. Əksi təqdirdə mən sizi yox edəcəyəm. Görkəm burada iyi savunma var. Hayda, arkaya getdilər, of. Oradan onları qovmaq var ya. Fakt olarlar görəsən. Bura eləsəm düşsə Taşkənd yaxşı olacaq. Demədilər. Bak qaçamayacaqsınız. Yanında oyun yerdə. Buradan belə 2 basın. Biraz da bura orada göndərək. Biraz da bura göndərək arxadan gəlməsin. Bura tam düşdü. %100 düşdü bu səfər. Faiz düşdü. Özbəkistan dövləti rəsmi olaraq fəth edilmiş oldu və mən onun bütün torpaqlarını ala bilirmiyəm? Ala bilmirəm. Ver. Yaxşı, oldu, bitdi bu qədər. Torpaqlar. Bu torpağını alaq. Əsl xəritə belə olur. Hamısını gətirin bura. Var ekonomidən də çıxaq bir. Var ekonomidən
Ekonomi. Yatırımlarımızı bir eləyək. Tamam. Bu adamlar buraya geçsin. Ordular buraya geçsin. İran bizimle arasın. Aa, bir dakika, bir dakika. Kimle savaştıydı o? Afganistan, Irak, Mısır'la da gördüm. Yo, ben savaş görmüşəm. Oha, Hindistan'la ne alaka? Buna kolonizasyon grupları. Bunun yoksa hamı niye buna hücum eləsin ki? Bunlar buna saldırsın, zəiflətsin. Biz de buradan girək, İran'ı fətheləyək. Irak düştü bu arada. Düştü. Irak'a tez bir para köməyi eləyəmirik. Tüh. Bir de ekonomik puanlarımız gelip araştırmaya vereceğim. Asimilasyon işlemlerinde eləyək. Satmadı. Bir tur daha eləyəcək. Net satmadı. Ayda, eğer İran alsalar İran'ı zəiflətsələr, yani olabildikçe bizde de yani orası. Bak, Hindistan girdi ölkənin içine. Bir dakika. Hayır. Hayır. Yani indi bir dakika. Ben tez orduları getir bura. Orduları getir bura. Gelin. Tez. O adam qalmayıb ya şəhərimizdə. O pulumuz yok imiş. İran. Hayır. Tez. Orada basmalıyam. İran Nisan'ın ekonomisi var. İran eğer İran'ı alabilirse biz de alarıq da yani. Ölməsi yaxşı diye. Ölməsi. En pis vasal olarıq yani. Tam İran bütün gücünü ora gönderip biz de buradan giriş eləyək. Qazamız mübarək olsun. Savaşa hazırlan. İsrail'e köməyə. 2 tur. Ve 2 tur mühlət. Hayır, orası mənimdir. Oradan çəkil. Burası mənim ərazimdir. Burası bizim mahalle, anladın? Burası bizim mahalle, anladın? Burası bizim mahalle. Tamam, Irak'dan da alaram torpak. Irak'dan torpak almaq olsa çok asan da olacaq mənim için. İran düştü ha. İran düştü bu arada. Sabunum düştü. Tahran'ı ele keçirərəm hə. O yok artık. Bu kadar da değil. Tahran. Bu arada bütün gücü güneyden verir bu. O fark elədim mən. Arkada ordu basım eləyim mən. Gəlirlər bunlar yavaş. Bura gönderdim. Tez. Aha, tamam, bizim için fürsət yarandı. Bir dəqiqə, orduyu geri çəkim mən. Tam bu ərazidə oradakı orduyu geri çəkəcəm. Orası lazım deyil onsa bizə. Biz bunları bura gönder. Aha, tamam. Bitti. Nokta. Bu torpaqlar artıq Azərbaycana aiddir. Cənab İran dövləti. Azərbaycanın Naxçıvan şəhərinə etdiyiniz saygısızlıq qəbul edilməyəcək. Bu kadar orduyla mı alacaqlar? Hə? Sen dövlət mi oldun İran? Bu kadar orduyla məni fəth eləməyi mi düşünürsən? Bura 15.000 göndərək. Burada. İnşallah çatar. Bakın. Burada lazımdır. Bura sonra alarıq. Birinci bu 3 şəhəri alaq. Sipariş imzalayacağım. Hayda. Mat işi var.
Yaxşı, yaxşı. Bütün orduyu sınıra göndərin tez. Və Azərbaycanı qorumalıyıq. Cənubi Azərbaycanı qorumalıyıq. Tez gəlin, tez gəlin. Şimal idi bu cənub. Gün biraz zəifdir də. Cənubi Azərbaycanı artıq oy oy oy. Ne oldu? İran dövləti, üzr istəyirəm sizdən. Dönə üzr istəyirəm. Gəlin barışaq, küslük olmasın bu iki dövlət arasında, gəlin. Böyük İran dövlətinə qarşı mən tək savaşacağım, yəni. Hayır. Tamam. İranı artıq mənim əlimdən heç kim ala bilməz. Mən lap Təhrana gedəcəm, Tahran olacağım mən. Bu arada Suriye YPG terörist birliğine fəth edilib deyə gördüm. Vay az əsgərlə saldırırlar. Türkmenistan tərəfdən girirlər. Vay aşağılık heriflər. Vay siz ne etmeye çalışırsınız? Ben buradan size geri düşürülmeyeceğim. Bura. Hı. Bak %10 faizli alım barış imzalayaq. Yaxşı. Küçlüyə lazım yok. Küçlü lazım değil. Sen de əsgərin ölməsin. Mənim də əsgərim ölməsin. Yaxşı şu Tahranı ələ keçirdim. Bəlkə barış imzaladılar. Son bir burada alacağım. Tehran gerçekten de benim için önemli bir yer tutur. Afganistan, Hindistan sağ olsun, yoksa ben bu torpaqları alamayacaktım. Çok güzel, çok güzel. Yaxşı, izleyin de. Yok. Buraya gel. İranı fətlədik qardaş. Mən neymiş? Azərbaycana sataşmayacağıymışsan. Sayın Tehran. Bundan sonra Azərbaycana qarşı elədiyim hər saygısızlıq nəticələri çox ağır olacaqdır. Buraya tamam, buraya yeter. Buraya mən üçün yeter. Buyur. Arkadan ordu gelsin bu. Sıkıntı yok ya, aldık biz burası. Sıkıntı yok. 100-200 orduyla saldırırlar. Bu da alanmaz yani. Oynamayaq da yani. Daha belə bir güc yoxdur. Belə bir güc yoxdur yani. Barış imzalasınlar amma mən imzalamayacağım. Barış. Ne oldu? Ay daha bağlayamırıq. Görüm. Olmazsa Cənubi Azərbaycanı, Şimali Azərbaycanı xilas eləyək. Buralar lazımdır. Hayda. Hayda, alamırıq. Neyse, biraz daha hücum eləyək. Belki puanlar arttıkça daha da fazla işgal edə bilərik. Ama arkadan gelsin buraya. Ama arkadan gelsin buraya. Min 2000 ordu. Of, orada yaxşı bizə zərər vurdular. Burayı da əskər göndərək. Tamam. Hayır, Tehran'ı geri aldılar. Tehran'ı onlara yar etməməliyik. Pakt oldu. İran pakt oldu. Hayda.
48'ini ələ keçirmişik. 50'sini ələ keçirək. Tamam. Oo, 2000. Tamam. Herhalde barış imzalanmamızı qəbul edərdilər. Cənubi Azərbaycan Tehran'da artıq Azərbaycan dövlətinin də vardı. Artıq Tehran'da Azərbaycan. Qəbul eləmədilər. Siz bu ürəyi kimdən tapırsınız ya? Bura bu qədər, bura bu qədər, bura bu qədər. Tehran'ı ayda, hayır, qatırlar bizdən pis xəbərdir. Pakt oldular. Bir dəqiqə, buraları istəyirəm mən. Mən Tehran ala bilirəm, full. Vasalım eləyə bilirəm. Yox artıq, vasalım eləyənmirmişəm. Bu arada heç bir köməyin olmadı İsrail. Oradan izlədim tək. Yaxşı. Bir də tazminat istəyək. Cənubi Azərbaycan, Şimali Azərbaycan söhbəti qalmadı və iki Azərbaycan birləşdi, tək bir Azərbaycan oldu. Qarda. İran, o sayğısızlığın bədəli olacaqdı. Türk məsələ. Var politikadan sivil politik. Ekonomi. Dostlar, şəkilləndirilmiş Böyük Azərbaycan eləyək, yoxsa Turan dövlətini eləyək? Sizə buraxıram bunu. Turan dövlətini mi eləyək, şəkilləndirilmiş Azərbaycan dövlətini mi eləyək? Böyük Azərbaycan. Və bugünü bu qədər idi. İranı fəthilədik. Özbəkistanın yarısını demək olar ki aldıq. Dünyada 45-ci sıraya yüksəldik. Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirdik. Bu qədər idi. Kanala like atıb abunə olmayı unutmayın. Mən Kənan Gözəlov.